Salam, hər vaxtınız xeyir olsun. 3 gündür ki, yenə Bərdə cəmaatı zülmdədir. Demək sevinmişdik ki, Azərişığın rəhbəri Bərdəyə yeni rəis təyin edib. Həqiqətən də Bərdəyə Azərişığa yeni rəis təyin olunandan Bərdənin işıqla bağlı probleminin 90% demək olar ki, həll olunmuşdur. Ancaq son bu 3 gündə yağışlar yağandan sonra Bərdədə demək olar ki, işıq üzünə həsrətik. Gün ərzində işıq 30-40 dəfə sönüb yanır. Hələ də Bərdədə elə bir küçələr var ki, dünəndən işığı sönüb yanmayıb. Bununla bağlı dünən 199 qaynar xəttinə də bildirdim, müraciət elədim. Bildirdim ki, elektrik avadanlıqlarımız sıradan çıxır, psixologiyamız təmiz pozulur. Gün ərzində işıq 30-40 dəfə sönüb yanmaz. Axı bu cəmaatın belə zülm edirlər. Demək, maraqlandım ki, Azərişığın dili ilə deyək, 110 deyilən bir şey var, onların problemidir demək biz çəkirik. Qardaş, bu günlü, xoş havada siz niyə bu problemləri aradan qaldırmışsınız ki, bir külək əsəndə, yağış yağanda bu problemlərlə qarşılaşmayaq? Xahiş edirəm, buradan üzümü Tufuqa Rəhmədova deyirəm ki, inanın Allaha ki, Bərdə cəmaatı zülm içindədir. Xahiş edirəm, bununla bağlı bir tədbir görəsiniz, bir cəmaatı nəzər alasınız. Sağ olun, təşəkkür edirəm.